Mən özüm cənnətdən bura gəlmişəm. Allah Taala'nın məsələn maddi dünyada nazirləri var. Kosmosdakılar razıdır bizdən? Yox, bizdən yox. İddia eləyirsiniz ki, kosmosdakılarla danışırsınız. Bəli, mənim və əlaqələriniz var kosmosla. Necə oldu siz kosmosla əlaqə yaratdınız? Kosmosda bir oğlan görəndə, məni görəndə belə diksindi. Belə baxdı, gözləri doldu, gəldi, başını çiynimə qoydu, ağladı. Dedim, bala, mən oğlum yerindədir. Dedim, sən niyə ağlayırsan? Mənə deyir, paşam, gəldinmi? Dedim, mən paşa deyiləm, mən diş həkimiyəm. Yox paşa, sən mənim 40 min il bundan əvvəl Yenisey çayının yanında paşam olmuşsan. Mən də sənin müdafiə nazirim. Dedim, mən bu şeyləri bilmirəm, nağıl danışma. Deyir, o Ayurvedanı diqqətlə örgən. Və kosmosun işləmə mexanizmini, ondan əlaqələri bərpa elə. Mən də bunları yavaş-yavaş əlaqələri bərpa eləyəndən sonra 18 ildən sonra mənim içəridə hava cərəyanı var. Hava cərəyanı mənim başımın yüksək cərəyanı belə səslə belə çıxdı. Mən belə bitər olub, gördüm mən özümü başqa yerdə hiss eləyirəm. Üstündən 1-2 il də keçdi. Yəni özünüzü başqa yerdə hiss elədi, sonra qayıtdınız təzədən olduğunuz yerə. Həmin yerdə mən bura açıldı, yüksək şuurla birləşdi bu. Yüksək şuurla. Üstündən 1-2 il də keçəndən sonra gördüm mən informasiya götürdüm. Kim istəsə kosmosla əlaqə qura bilər. Bəli, qura bilər, ancaq biraz ciddi olmaq lazımdır. O əşya nədir? Gətirdiyiniz? Bu çəfkirdir. Bu ondan ötürüdür ki, məsəl üçün yüksək inkişaf insaf eləyəndə, məsəl üçün, şuur insan təmizləyəndə... Onunla nəyi yoxluyursunuz? Nəyi yoxluyursunuz onunla? Mənə yoxluyuram, məsələn, bu çərşənbələr açıqdır, yoxsa bağlıdır. Məsələn, bağlı olanda, məsələn, kəfkir burada fırlanmır. Amma açıq olanda, burada hava cərəyanında bu sola fırlanır mənlə. Budur, batuta görürsən, belə sola fırlanır. Çərşənbələr nə deməkdir? Çərşənbələr, yəni o energiya informasyon mərkəzlər. Ocaq çərşənbəsində kəfkir buradan sağ işləyir mənlə. Şəfki, görürsən belə, sağa işləyir. 4-ü bizdə sola işləyir, 3-ü sağa işləyir. Yəni o nə mənası nədir də? Mənası ondan ibarətdir ki, mənim bu hava çərşənbələri açıqdır, hava ilə ocaq çərşənbələri. Mən həmin o kainatın işləmə mexanizminin içindəyəm. Kosmosdakılardan danışaq. Kosmosdakılar bundan ibarətdir ki... Üzr istəyirəm, oradakı insanlar yaşayır. Oradakı insanlar belədir. Onların xarici görünüşündən danışırlar. Xarici görünüşü müxtəlif formalar var. Məsələn, əksəriyyəti belə insan formasındadılar. Ancaq onun bədəni məsəl üçün ağıldan ibarətdir. Efirin incə formasından. Havadan bədənlər var. Sonra zəkadan bədənlər var. Sonra dərrakədən bədənlər var. Bütün kainatın axırında planet var. Satelloka deyirlər. Orada onun o rəhbəri Allah Taala'nın yerdə elə bir naziri, yerdə yox da kainatdan naziri. Onun bədəni dərrakədən ibarətdir. Tutalım sizlə də bizim görüşümüz təsadüfi deyil. Bunlar hamısı sizin alın yazınızda və mənim alın yazımda bu var idi ki. Siz mənim haqqımda kosmosdakılardan soruşmusunuz. Soruşmuşum. Mən sizin nə cavab veriblər? Soruşdum. Siz çox xoşbəxt adamsınızdır ki, siz informasiya şöbəsində məşğul olursunuz. Sizin alın yazınız müsbətdir. İndi siz 90% o alın yazınıza görə idarə olunursunuz. Bundan əvvəlki bədəndə yaşamışsınız Yaponiyada. Siz olmuşsunuz orada televedüş. Yoldaşınız da olubdu ministr informasiya şöbəsində. Və siz indi də bu televedüş səviyyəsində işləyirsinizsə, deməli siz orada fəaliyyətinizdə müsbət çox olub, mənim üçün. Ona görə sizi təzədən şöbəyə gətirirlər bu şöbəyə. İnsanların necələr, təmiz olaraq bilik paylayasınız. Ailəli olmuşam, mən valideyn müəllim. 2 qızınız olub, bir də oğlunuz. Nə gözəl. Sizi bu dəqiqə ora gedib, araşdırıb tapmaq olar. Kimi tapmaq olar? Siz başqa bədəndə yaşayanda sizin adınız nə idi, filan kəndində, harada işləmişsiniz, eviniz haradadır, nəvələrinizi də tapmaq olar. Mənim nəvələrim də haradadır? Yəqin oradadır da, orada Yaponiyada. Yaponiyadadır. Siz ailə həyatı qurmusunuz? Ailəlisiniz? Ailəliyəm dedim, oğlum var, Rusiyada işləyir. Niyə? Həyat yoldaşınız var? Var, yoldaşım. Siz bəs qorxmursunuz ki, kosmosdakı qadınlardan kimsə sizə aşiq olar? Kimə? Mənə mi? Sizə. Yox, mənim səviyyəm odur ki, mənə heç kim mənim o içərdəki bir var ehtiras, bir var məhəbbət. Məhəbbətin maddi forması ehtirasdadır. Ehtiras hisslərdə oturubdur. Amma Allahın müqəddəs adını zikr eləyəndə, əti, balığı, toyuğu, yumurtanı, soğanı, sarımsağı yeməyəndə, heç kəs sizə aşiq olmur. Yeməyəndə, yavaş-yavaş zikr eləyəndə ehtiras əriməyə başlayır və məhəbbət geri qayıdır, təmiz məhəbbət.
Həmin təmiz məhəbbətdə insanlar ruh aləminə keçir. Mən öz yoldaşımı təmiz məhəbbət sayəsində sevirəm. Heç Yox, kim məni Vaqif yoldan müəllim, çıxarda bilməz. yoldan çıxarda bilməzlər Bəli, sizi heç də. kim. Orada kosmosda insanlar cinsə bölünür, yəni qadın kişi. Bəli, qadın kişi orada da var. İndi kosmosdakılar deyirsiniz ki, ruh aləmindədirlər. Ruh deyəndə incə, şəffaf səviyyədə. Şəffaf Mən səviyyədə, bayaq- amma biz maddə aləmindəyik. Biz globus səviyyədəyik biraz. Yəni bizim bədənimiz torpaq, ocaq, havanın sıxılmasından əmələ gəlir. Onlar bizi görə bilirlər səviyyəsinə gəlir. Biz onları görməkdən ötürü bizdə həmin o bəsirət gözü Siz deyirlər, görə hə? bilirsiniz Yox, onları? Bir dəqiqə yox. Hiss Yox, eləyirsiniz. Hiss eləyirəm mən. Bəs sizə bunlarla- deyirsiniz, mən onlarla danışıram. Onlar Danışanda mən içəridə ağlıma titrəmə verirlər. Mən sualı verirəm. Hə deyəndə məsəl üçün yox deyəndə belə sıxılır. Hə deyəndə belə yuxarı gedir. Bura gələndə soruşdum, mən bu gün gedim mi ora? Deyir, bəli, getməlisən. Boşanmaları 80%-dən 0%-ə endirmək olar. Necə? Oğlan qızı sevir, qız da oğlanı sevir. O başa düşsəydi ki, mən bu bədən deyiləm, içəridəki ruhi bədənəm, necə qidalanmalıyam, necə bunda təcavüz yaranmamalıdır. Ona baxmamalıdır ona bir ləzzət obyekti kimi. O baxmalıdır sevgi səviyyəsində. Sevgi səviyyəsi eşq yarananda, o ləzzət səviyyəsi yadından düşəndə o da bilir, vay bu nə şeymiş. Kim deyə bilər ki, biz əti yeməliyik? Biz əti yeyəndə meşə boşalır. Əti yeyəndə. Onda canavar hücum eləyib qızın üzünü gəmirmişdi. Çaqqal oğlanın əli Lənkəranda gəlmişdi. Primorsunu göstərirlər, ayı şəhərə girib qadını yeyib. Arxangelsk göstərirlər, şəhərin içində qadın itlə gedir, canavar şəhərə girib qadının əlinə iti qapdı. İndi mənim kimi adamlar bunlara izah eləməliyirlər ki, biz onların bütün qidalarını yemiş. Nə yeməlidir o? Axırda canavar dedi ki, mərhəmət eləyin, qurbağalara dəyməyin, mən nə yeyim axı? Biz Bakıda qurbağa restoranda açdıq. Canavar deyir oradan iblislərə dəymin, iblisləri Moskvaya kababa satırlar. Canavar deyir qurtlara dəymin, qurtları yavaş-yavaş Avropada qızardıb yeyirlər. İndi sizə heç kosmosdakılar deyir ki, ömrünüz nə vaxta qədərdir? Mənə Neçə bəli. yaşa qədər? Nə qədərdir? Hələ bilirsiniz, hər şey deyəndə də olmur. Aha. Deyəcəklər ki, özünü öyür, nə bilim nə. Niyə ki? Siz mənə bayaq dediniz ki, siz Yaponiyada yaşayanda, yəni mən 97 yaşında İndi dünyamda. sizin ömrünüzü uzatmağın səbəbi sizdədir. Siz də ki, bədəninizi daha da cavanlaşdıra bilərsiniz. Bunun ötürü ruhunuz təmizlənməli. Allah Taala'nın məsələn maddi dünyada nazirləri var. Nazirləri. Biri ayın üstündədir, biri günəşin üstündə. Məsələn biri yağışa baxır, biri havaya baxır. Biz onu görə bilmirik nəyə görə? Biz maddi bədən içindəyik. Görmək üçün burada bəsirət gözü açılmalıdır. Sizdə açılıb bəsirət? Sizdə açılıb bəsirət gözü? gözü? Yox, hələ yox. Yaxşı, son sual. Cənnəti görmüsünüz? Cənnəti görməkdən ötürü mən cənnətdəkilərə danışa bilmirəm. Mən özüm cənnətdən bura gəlmişəm. Aha. Bəli, Cənnətdən gəlmisiniz? Dünən mənlə danışan oğlan, həmin o cənnət planetində mən onun yanından gəlmişəm. İndi o birazdan bir neçə ildən sonra yerdə doğulacaq. Və mənim xəbərim olacaq ki, həmin bu mənim dostumdur, burada doğuldu. Sizin bu biliklərinizi bir mənalı qarşılayanlar var. Bəli. Yəni sizə inanmayanlar, Bəli. sizin psixoloji problemləriniz olduğunu düşünənlər, belə adamlar Belə var. adamlar var. Biliyi zəif olan insanlar sizə anlamır, onu bizim demək biliyimiz bu istəyirsiniz. bilik sırf müəllimlərə aiddir, həkimlərə, bir də yüksək rütbəli Aydındır. Sizi qeyri-ciddi qəbul edənlər var. var. Yəni sizə nələr deyirlər? Yox, mən də deyirlər ki, siz deyir, məsələn, illüziyadasınız. Məsəl üçün, siz üzünüzü döndərmişsiniz bizim bu dinlə. Deyirəm, salamat qal, mən getdim. O şuuru, zəkası zəif olduğuna görə onu dərk edə bilmir. Kosmosdakılar razıdır bizdən? Yox, bizdən yox. Hələ xüsusi yerdə nədən narazıdırlar? Heyvanların ağzımızın dadı üçün kəsilməsindən, yerdə müharibə törüyor. Onlar deyirlər ki, siz düzgün qidalanın, kosmosdakılar. İndi verilişə baxan insanların çoxsu sizi bəlkə də qınayacaqlar. İnanmayacaqlar dediklərinizə. İndi onlara nə demək istəyirsiniz? İndi bura bax. Sizin danışığınızdan dedikdə aparanda hamı razıdırmı? Yox. O özünü görmək istəyir orada. Yaxşı, sonra nə deyirlər yer haqqında kosmosdakılar? Nə ola bilər? Təbii fəlakətlər, zəlzələ, bizdə nə ola bilər? Bizim yaxın günlərdə. Yaxın günlərdə bizim Azərbaycanda heç nə yoxdur. Hamısı müsbətdir. Ona görə ki, bizdə müsbət fəaliyyət çox olduğuna görə, təsir əks təsir qanununa görə bizdə məsələn həmin o kataklizmalar deyirlər də, o şeylər bizdən yan keçir. Təşəkkür edirəm, çox sağ olun.